İndi Qarabağa ezam olunan əməkdaşımız Südabə Cahangirli Şuşadan bizimlə birbaşa bağlantıdadır. O bizə Ərəb nümayəndə heyətinin səfəri ilə bağlı ən son məlumatları çatdıracaq. Salam Südabə, səfərin təfərrüatlarını sizdən eşidək, buyurun. Hər vaxtınız xeyirli olsun Könül, sizi də, tamaşaçıları da Qafqazın incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan Cıdır düzümlə salamlayırıq. Qeyd etdiyiniz kimi bir qrup ərəb tədqiqatçının dünəndən başlayaraq Azərbaycana səfəri başlayıb. Bunlar ərəb ölkələrin müxtəlif universitetlərindən, mərkəzlərindən olan tədqiqatçılardır. Hansı ki onlar uzun illərdir Azərbaycanla bağlı müxtəlif tədqiqat işləri aparırlar. Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində, beynəlxalq aləmə çatdırılması istiqamətində səylə çalışırlar və onların ən böyük arzularından biri Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər etmək, burada tədqiqat işləri aparmaq, araşdırma işləri aparmaq və sonra onu beynəlxalq aləmə yaymaq idi. Ərəb alimləri də, ərəb tədqiqatçıları da bunu birmənalı olaraq vurğuladılar və biz də çox təəssüf hissi ilə bunu qeyd edirik ki, müharibə cinayətləri, işğal, terror, bunun yaratdığı acı nəticələrlə bağlı tədqiqatların aparılması üçün bir daha vurğulayıram, təəssüflə qeyd edirik ki, ən uyğun məkanlardan biri Azərbaycanın işğaldan azad olunmuş əraziləridir. Dünən bizim qonaqlarımız Şərqi Zəngəzura səfər etdilər, orada Cəbrayıl rayonunda oldular. Cəbrayıl rayonunda demək iki kənddə minadan zərərsizləşdirməsi prosesini izlədilər. Cocuq Mərcanlıda, birdən Mehdilidə və onlara da xüsusi olaraq vurğulandı, qeyd edildi ki, bugünədək onlarla insanın həyatına ermənilərin bastırdığı tank əleyhinə, piyada əleyhinə minalardan minlərlə onlarla insanın həyatına son qoyulub və bugün də Anama Təşkilatı qurumu həmin o minaların zərərsizləşdirilməsi istiqamətində bu ağrı acının, bu deyək fəlakətin qarşısına alınması istiqamətində səylə çalışır. Sonra onlar Cəbrayılda şəhər qəbristanlığına getdilər və orada çox bir dəhşətli bir mənzərə ilə qarşılaşdılar və tədqiqatçılar birmənalı olaraq vurğuladılar ki, uzun illərdir onlar dünyada müxtəlif tədqiqat işləri aparırlar və heç bir zaman belə bir vandalizm hərəkəti ilə qarşılaşmamışdılar. O, demək, müsəlman qəbirlərinə qarşı törədilmiş vandalizm hərəkətləri, müsəlman qəbirlərinin təhqir olunması halları onları çox təəssüratlandırdı və çox kədərləndirdi. Və onlar birmənalı olaraq vurğuladılar ki, bu istiqamətdə mütləq araşdırılmalar aparılmalıdır və bunlar beynəlxalq aləmə çatdırılmalıdır. Həmin tədqiqatçıların ən böyük istəklərindən biri Şuşaya səfər etmək idi. Ən böyük arzularından biri Şuşa məscidlərində namaz qılmaq idi, dualar etmək idi, xalqımız üçün, dünya üçün, sülh üçün, əmin-amanlıq üçün. Və onlar bugünkü səfərləri ilə bağlı Şuşanın bir çox tarixi yerlərini gəzdilər, dağıdılmış yerlərə baxdılar, çox kədərləndilər və eyni zamanda onlar Xanqızı bulağına baş çəkdilər, Şuşa divarları, qala divarlarına baş çəkdilər. Orada demək müxtəlif tədqiqatlarla bağlı öz təəssüratlarını bölüşdülər, eyni zamanda müəyyən fikirlərini bölüşdülər və bundan sonra onlar məscidlərə getdilər. Burada məscidlərdə dualar oxundu, azanlar verildi və eyni zamanda namaz qılındı və onlar bir daha xalqımıza sülh, əmin-amanlıq arzuladılar. Və bir məqamı da xüsusi vurğulamaq istəyirəm ki, biz bugün təəssüflə qeyd edirik ki, yəni işğaldan azad olmuş ərazilərimizə tədqiqat işlərinin aparılması, amma bir yaxşı digər tərəfi də odur ki, bugün Azərbaycan regionda reallıq yaradıb, inkişaf reallığı, sülhə, təhlükəsizliyə əsaslanan reallıq və həmin tədqiqatçıların diqqətindən qaçmayanda həmin o inkişafla bağlı reallıqları tədqiqatdan aparılması. Çünki Azərbaycan işğaldan azad olmuş əraziləri ən qısa zamanda sürətlə bərpa edir, yenidən qurur və buradakı tarixi, dini abidələrə heç bir fərq qoymadan hamısını bərpa edir. Sonda bir məqamı vurğulamaq istəyirəm. Biz gələrkən Zəfər yolu ilə gəldik. Təxminən 2-3 həftə biz bundan əvvəl həmin o yolla gəlmişdik. O yolun böyük hissəsi torpaq idi, orada iş getmirdi və gördüyümüz həmin yolun böyük bir hissəsi artıq asfaltlanıb, xeylaq bu yol çəkilib. Yəni yol, inkişaf yoldan başlayır. Artıq bu yol sürətlə irəliyə doğru gedir. Mənim könüllü təəssüratlarım olduqca çoxdur. Mən kifayət qədər çox danışa bilərəm, amma mən efir vaxtını nəzərə alaraq sözü sizə buraxıram. Təşəkkür edirəm ətraflı məlumata görə.